Salam, hər vaxtınız xeyirli olsun. Yuxarı yaş qrupu üzrə sualların izahına baxaq. Deməli, birinci sualda bizə deyir ki, mərkəzi atomun ətrafında 5 elektron cütü olan maddəni müəyyən edin. Yəni, biz bunların hər birinin resepl formullarını yazmalıyıq. Yazırıq xlor, flor, flor və biz bu valent elektronlarını toplamalıyıq. Baxırıq ki, bizim burada 6 atomumuz var. Hər birində 7 valent elektronu var. 6 dəfə 7, 42. Deməli, 42 valent elektronun görürük ki, 10 ədədi rabitə əməliyyəmində iştirak edib. Edəcək 32. 32-nin də hər birini biz florları öncə oktet qaydasını tamamlamalıyıq. Yəni, çatışmayan 6 elektronu hər bir florun ətrafına yerləşdirməliyik. Və ondan sonra növbəti qalan elektron cütünü isə mərkəzi atomun ətrafına yerləşdirəcəyik. Və baxırıq ki, biz burada 30 elektron yerləşdirdik və bizdə isə 32 elektron olmalıdır. Deməli, bir elektron cütümüz artıqdır. Bu zaman mərkəzi atomun ətrafında baxırıq ki, xlorun ətrafında 5 rabitə var və biz bilirik ki, 5 rabitə 5 elektron cütü deməkdir. Və bir elektron cütü isə artıq eləyəcək 6 elektron cütü. Deməli, burada elədi 6 elektron cütü. Karbon qazından da bilirik ki, karbon qazının yazılışı bu şəkildə olur. Və baxırıq ki, karbonun ətrafında 4 elektron cütü var. Eyni qaydada metan molekulunda da bu şəkildə yazsaq, baxacağıq ki, metanın mərkəzi atomunun ətrafında 4 elektron cütü var. Silisium dioksid, yəni kvars qumunun da tərkibində biz bu şəkildə əgər yazası olsaq, 4 elektron cütü olmuş olacaq. PQ5-də isə açıq quruluş. Əslində PQ5 bildiyimiz kimi monomerdir. Yəni onun dimeri pedet O10'dur. Necə PQ3-də olduğu kimi. Sadəcə olaraq bunu sadə şəkildə bu cür yazsaq, hər bir mərkəzi atomun ətrafında, yəni burada fosforların hər biri mərkəzi atom gedir. Və hər birinin mərkəzi atomun ətrafında 5 elektron cütü var. Demək ki, doğru cavabımız E variantı olacaq. İkinci suala baxaq. Azot trixlorid, yəni N-klor3. Biz burada da valent elektronlarını toplayacağıq. 5 üstə gələk. Hər bir xlorun da ətrafında 7 valent elektronu var. Deməli, 26 cəmi elektronumuz var. 26 elektronun 6-sı rabitə əmələ gəlmədə iştirak edib, 20-si qaldı. Deməli, 20 elektronun xlorların oktet qaydası, oktedi 8-ə tamamlanacaq şəkildə yazırıq. Və biz görürük ki, burada 20 elektronun 18-ni istifadə elədik və bir elektron cütü qaldı. Formal yüklərini tapası olsaq, deməli, burada xlorlar 0-dır və azot da 0-dır. Demək ki, molekulun davamlı forması ideal formadadır. Və görürük ki, 3 azot xlor rabitəsi var və 10 dənə də ətrafında, yəni burada cəmi bütün atomların ətrafında 10 elektron cütü var. Ona görə E variantı doğru olacaq. Üçüncü sual isə metanol əsasən karbon monoksidin hidrogen qazına reaksiyasından alınır. Yəni CO plus hidrogenin katalizator iştirakı ilə təzyiq və temperatur şəraitində aparılır. Və biz burada görürük ki, bizə alınan metanolun kütləsini tapa bilərik. Yəni M bərabərdir, sıxlığı vururuq həcmə. Sıxlığımız 0,8 qram bölsün millilitrdir və həcm isə 1 litr, yəni 1000 millilitr. Bərabər edici 800 qram. Demək ki, 800 qram bizə metanol əmələ gəlibdir. Və 800 qram metanolumuz bizə 95% çıxımla əmələ gəlibsə, 100% çıxımla olacaq X. X bərabər olacaq 842 qrama. Və növbəti mərhələdə yazacağıq ki, 842 qram görək metanoldan nə qədər hidrogen, yəni biz istifadə etməliyik X. Amma baxırıq ki, burada 32 qram metanol almaq üçün 2 mol hidrogen istifadə edəcəyik. X bərabər olacaq 52,625 mol. Bundan sonra isə bizdən soruşur litri, yəni hidrogen qazının litrini.
və yazacağıq ki, PV bərabərdir nÜ T düsturundan V bərabərdir nÜ T bölünsün P. Deməli, molumuzu tapdıq. 52,625 mol vurulsun. Elimiz 0,82'dir. Temperaturumuz isə 350'dir. Yəni 350 dərəcəni biz çevirəcəyik Kelvinə. 623 Kelvin deməkdir. Bölünsün 300 atmosferə. X isə buradan bərabər eləyəcək təxminən 9. Demək, doğru cavabımız olacaq E variantı. Növbət 4-cü sualda 1 qram azot və 3 qram hidrogen reaksiyaya daxil olur. N2 plus 3H2 əmələ gələcək 2NH3 və bizə 1 qram azot və 3 qram hidrogen. Biz burada nisbətləri tapsaq 1 bölünsün 28'dir, burada isə 3 bölünsün 6'dır. Yəni qramlara görə hansına görə istifadə etməliyik? Görürük ki, burada hidrogenin miqdarı daha çoxdur. Ona görə bundan istifadə etməyəcəyik. Azot qazından istifadə edəcəyik. Baxırıq ki, 28 qram yazacağıq azot qazından, 34 qram amonyak qazı əmələ gəlibsə, 1 qram azot qazından isə x qram. X isə bərabər olacaq 1,21. Yəni B variantı doğru cavabımız olacaq. Növbəti 5-ci sualda isə biz bilirik ki, oksitləşmə nəticəsində deməli, oksitləşmə dərəcəsi artacaqdır. Yəni -1 fluordur, -3'dür. Demək ki, fosforun oksitləşmə dərəcəsi artmalıdır. A variantında fosfor -5'dir. B variantında da -5'dir. C variantında da -5'dir. D variantında 3/2 6, -3. Deməli, -3'dür. E variantında da -5'dir. Demək ki, D variantında oksitləşmə dərəcəsi dəyişməyib. Bu zaman deməli oksitləşmə baş verməyəcək. Amma digər variantların hər birinin fosforu 3 fluoridin oksitləşmə nəticəsində ala bilərik. 6-cı sualda isə yazacağıq ki, deməli 20 ml 20% kütləcə. Yəni bunun kütləsinin 20%-i diklormetandır. Yəni CH2 flor 2. Biz bunun məhlulun kütləsini tapa bilərik. M bərabərdir. Sıxlıq vurulsun həcm düsturuna görə. Sıxlığımız rhodur, həcmimiz olacaq 20. Yəni 20 rho məhlulun kütləsidir. Və 20 rho məhlulun 20%-i diklormetandır. Yəni bu ilə 4 rho. 4 rho deməli CH2 xlor 2'dir. Yerdə qalan 16 rho isə sudur. Və biz bunların hər birinin həcmini tapacağıq. Deməli, V su bərabərdir 16 rho bölünsün 1. Yəni bu eləcəklə deməli rhoya, yəni 16. Bu da isə V CH2 xlor 2 bərabərdir 4 rho bölünsün deməli 1,33. Yəni 1,33. Bu da bərabər eləyəcək. Deməli, burada 3 rho eləyəcək. Burada da 16 rho idi. İndi biz bunların nisbətini tapsaq, 16 rho bölünsün 3 rho. Yəni 16 rho H2 odur. 3 rho isə CH2 flor 2'dir. Deməli, bu da ixtisar gedəcək. Yəni 16 ilə 3 arasında nisbət olacaq 5,33'ün 1'ə nisbətində. Və bu da bizə olacaq B variantına uyğun gəlir. Növbəti 7-ci sualda dəmirin elektron konfigurasiyası normalda bilirik ki 4s2 3d 6'dır. Və bizdən deyir ki, dəmir 3 müsbət. Dəmir 3 müsbət olması üçün əvvəldə 4s2-dən 2 elektron gedəcək, sonra isə 3d 6'dan bir elektron gedəcək, olacaq 3d5. Yəni B variant doğru cavab olacaq. 8-ci sualda eyni qatılıqlı məhlulların hansı turşunun pH dəyəri ən yüksəkdir? Deməli, pH dəyəri yüksəldikcə turşunun qüvvətliliyi azalır. Ona görə ən yüksək olan pH ən zəif turşuya uyğun gələcək. Bu da ki,
Pilot tuşusudur ki, digər tuşlara baxanda zəifdir. Çünki yerdə qalan tuşlar qüvvətli tuşlar sırasına aiddir. Pilot tuşusu orta qüvvətli tuşlar sırasına aiddir. Və burada isə deməli biz hər birini məsələn variantlarda yoxlayacağıq. Və burada elə bir cavab almalıdır ki, metal ekvivalentli olmalıdır. Məsələn 83,73 A variantında 88,73 xlorsa bu faizdən çıxanda deməli 100-dən 88-dən bir də 73 çıxanda 11,27-si metal olmalıdır. Eyni qaydada 74,47-si xlordur və 100-dən biz 74,47-ni çıxacağıq. Yəni 25,53% isə metaldır. Eyni qaydada 63,89-u xlordur. Yerdə qalan deməli 100-dən də çıxacağıq 63,89-u 36,11% isə metaldır. Və eyni qaydada digərlərini tapacağıq. 34,05% xlordur və 100-dən də çıxacağıq 34,5-in. Yəni 69,95% isə metaldır. Eyni qaydada 83,5% xlordursa, yerdə qalır 16,5% isə metal olmalıdır. Və biz bunların hər birini yoxlayacağıq. Görək hansı uyğun gəlir və ya hansı uyğun gəlmir. Deməli yazacağıq 88,73 bölünsün 35,5 və 11,27 bölünsün metal. Deməli bunların nisbəti hər birində 2-nin 1-ə nisbətində olmalıdır. 2, 1. Eyni qayda burada da 2, 1. 2, 1 nisbətində olmalıdır və bu metala uyğun gəlməlidir. Deməli bu 2-nin 1-ə nisbətində olmalıdır. 88,73-ü böləcəyik 35,5-ə. Deməli eləcək 2 tam, burada elədi 2,5. Deməli bura eləməli 1,25. Ona görə 11,27-ni böləcəyik 1,25-ə. Bu uyğun gəlir 9-a. Deməli metalın kütləsi 9 olan bəli ola bilər. Bu berilliyin metalına uyğun gəlir. Yəni bu uyğun gəldi. Digərlərini yoxlayaq. 74,47 yenə yazırıq 74,47 bölünsün 35,5 və 25,53 bölünsün metal. Yenə bu da eləməlidir 2-nin 1-ə nisbətində. 74,47-ni bölürük 35,5-ə. Bu elədi 2. Deməli bura 2-dirsə bura 1 olmalıdır. Ona görə də 25,53-ü də 1-ə böləndə 25,53, yəni təxminən 26 götürsək, bu alüminiumə yaxınlaşır. Daha doğrusu 74,47-ni bölürük 35,5-ə 2,9-dur. 2,9. Bunu da biz 2-yə böləndə 1,5. Burada deməli bax buraya olmalıdır 1,5. 25,53-ü böləcəyik 1,5-ə. 24 olacaq. 24. 24 olan da maqneziuma uyğun gəlir. Yəni bu da ola bilər. Növbəti deməli 63,89 bölünsün 35,5 və yenə 2-nin 1-ə nisbətində olmalıdır. 36,11-i böləcəyik metala. 63,89-u böləcəyik 35,5-ə. Bu bizə elədi 1,8. Deməli bura 1,8 isə bura eləməlidir 0,9. 34 tam, daha doğrusu 36,11-i böləcəyik 0,9-a. 40 eləyəcək. 40. Bu da kalsiyuma uyğun gəlir. Yəni ekvivalentli metallara uyğun gəlir. Növbəti 34 tam. %5-i böləcəyik 35,5-ə və 69,95-i də böləcəyik x-ə. Yenə də 2-nin 1-ə nisbətdə olmalıdır. 34,5-i böləcəyik
35,5-ə bu eləyir 0,96. Deməli, digəri isə olmalıdır 0,48. O zaman 69,95-i böləcəyik 0,48-ə. Bu da eləyir 146. Yəni kütləyəcək 146. Deməli, bu da yuvarlaqlaşdırma eləsək 0,5 alarıq. 69,95-i 69,95-i böləcək 0,5-ə. Yəni 140 eləyir təxminən. 140 da bizə uyğun gəlir. Deməli, serium metalına. Serium kloriki var. Növbəti sualda isə, daha doğrusu variantda 83,5 bölünsün 35,5 nisbət olmalıdır. Deməli, 16,5 bölünsün x-ə. Deməli, burada yenə 2-nin 1-ə nisbətində almalıyıq. 83,5-i böləcəyik 35,5-ə. Eləcək 2,34. 83,5 2,35 və biz bunu da 2-yə böləcəyik. 1,18. Deməli, eləməlidir, burada eləməlidir 1,18. 16,5-i də bölürük 1,18-ə. Bu da eləcək 14. X 14 elədirsə, baxaq 14 hansı elementdir? Azotdur. Deməli, biz burada metal olmayan bir tək azotu gördük. O da Y variantı olacaq. Standart polietilen paketləri ortalama 12,4. Deməli, bildik ki, polietilen C2H4N bərabər olacaq 12,4 qrama. Deməli, buradan yazırıq ki, 28 N bərabərdir 12,4. N də bərabərdir 12,4-ü böləcəyik 28-ə. Yəni, biz bunun molunu tapmaq üçün 12,4-ü 28-ə böləcəyik. Eləyəcək təxminən 0,44 mol. Və biz yazacağıq 0,44 vurulsun 6,2 10 üstü 23. Bu da təxminən eləyəcək 2,67 10 üstü 23. Yəni, E variantı doğru cavab olacaq. 11-ci suala keçək. Sirkə turşusunu art miqdarda hansı maddə ilə qıcıqlı aseton əldə etmək olar? Deməli, sirkə turşusunun natrium hidroksidindən natrium asetat əmələ gələcək. Burada deməli duzuna çevriləcək. B variantında, deməli C variantında sirkə anhid alınır. D variantında da yenə turş mühit olduğuna görə anhiddə çevriləcək. B variantında deməli necə olacaq? CH3, COH üstə gələk kalsium hidroksid. Kalsium hidroksid. Eyni qaydada yenə də sirkə turşusu yazırıq bu şəkildə. Burada deməli HOH su əmələ gətirəcək. HOH su. Əmələ gələcək CH3. Yenə də CH3. Bu şəkildə kalsium asetat duz əmələ gələcək. Buradan isə deməli qızdıranda təzədən biz bunu qızdırandan sonra bu hissədən artıq qızdırırıq. Əmələ gələcəkdir CH3, CO, CH3 və kalsium CO3. Yəni, kalsium CO3 duzu buradan temperatur şəraitindən ayrıldıqdan sonra yerdə qalacaq aseton. Deməli, B variantı olacaq cavabımız. Bir siklo birləşmələrdə isə adlandıranda gördüyümüz kimi əvvəlcə həlqə böyük olan tərəfdən adlandırılır. 1, 2, 3, 4, 5, 6, 7. Bu, ortadan çıxan karbona körpü başı karbonları deyirlər. Eyni qayd burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və biz baxırıq ki, burada 9 karbonlu nonan olmalıdır. Deməli, nonan olmayan cavabları çıxırıq. B variantı və D variantı uyğun gəlir. Burada görürük ki, 4 karbon var. Yəni, ən çox karbon olan 4 karbonludur. Burada da 2 karbondur və körpü başında da 1 dənə karbon durubdur. Deməli, 4, 2, 1 şəklində olur. Burada birinci gələn böyük həlqənin karbon sayısıdır. Burada ikinci həlqədə, burada isə körpü başında duran karbonun nömrəsidir.
Deməli, bitsiklo 4-2-1 nonan olacaq. Amma spiroalkanlarda kiçik olan tərəfdən nömrələyirik. Növbəti sualımız, deməli, HX şəklində olan bir əsaslı turşudur. X mənfi. Deməli, başlanğıc sərf olunan tarazdır. 0,1 molyar və buradan deməli 4%, yəni 0,1-in 4%-i dissosiasiya edəcək. %4, yəni. Vurulsun 0,1. Yəni 0,1000-də 4 mol qatılığı, molyarı dissosiasiya edir və bu da çox cüzi olaraq dissosiasiya edildiğine görə sərf olunan 0,1 qalacaq. Yenə burada 0,1000-də 4 H müsbət iyonu və 0,1000-də 4 də X mənfi iyonu var. Eyni qaydada burada da 0,1000-də 4 və 0,1000-də 4. Biz bunun deməli turşuq sabitini tapacağıq. K bərabərdir 4 10 üstü mənfi 4 və vurulsun 4 10 üstü mənfi 4 bölünsün 10 üstü mənfi 2. Bu eləyəcək 16 10 üstü mənfi deməli 6. Və buradan kök altında H müsbət iyonlarını tapacağıq. Birinci qatılığını, yəni pH-i tapmaq üçün birinci H müsbət iyonlarını tapmalıyıq. C-yə K düsturuna görə bərabərdir kök altında 10 üstü mənfi 2 vurulsun 16 10 üstü mənfi 6. Buradan da yazacağıq H müsbət iyonların qatılığı bərabərdir 4 10 üstü mənfi 4 çıxacaq. Mənfi loqaritma 4 10 üstü mənfi 4 isə təxminən bizə verir 3,4. Yəni D variantı doğru cavab olacaq. Burada isə 4 karbonlu, deməli 55,11% karbondur. 10,34%-imiz hidrogendir və 18,4%-imiz oksigendir. Və yaza bilərik ki 55,11 bölünsün 12, 10,34 bölünsün 1 və 18,4 bölünsün 16. Yerdə qalan 16,16% isə hər hansı bir X elementidir. Və biz burada verilən variantlara baxanda X nə ola bilər? Azot ola bilər. Yəni 14-ə böləcəyik. 55,11-i böləndə 12-yə eləyəcək 4,6 deməli 4,6 elədi. Burada 10,34 elədi. Burada isə 18,4-ü böləcəyik 16-ya 1,5 elədi. Burada da 1,5 eləyir. Demək ki, hər birini 1,5-ə böləcəyik. 115-ə daha doğrusu. Burada 4 və 10,34-də böləndə 1,15-ə. Burada deməli 9 hidrogen, burada 1 oksigen, 1 azot. Deməli, baxır ki, bu variantlara uyğun gələn hansıdır? Spit ola bilər. Karboksil turş qrupunda 2 dənə oksigen olduğuna görə bu ödənməyəcək. Amidlərdə, deməli, amidlər necə olur? Karbon birləşir, azot birləşir, deməli, bu şəkildə belə bir amid qrupu əmələ gəlir. Yəni, məsələn, bizdə ola bilər, bunlar amin turşularında əmələ gələ bilər. Demək, belə bir qrup var. Alken qrupu ola bilər, burada problem yoxdur. Keten qrupu da ola bilər. Deməli, B variant karboksil qrupunda 2 oksigen olduğuna görə cavab alınmır. Növbəti 15-ci sualda NH3 plus H xlor əmələ gəlir NH4 xlor. Eyni həcmli, eyni qatılıqlı demək ki, eyni moldur. X mol, X mol. Demək ki, bunlar birin birə nisbətən reaksiya gedinə görə burada heç birindən qalmayacaq. Və X mol bundan əmələ gələcək. Yəni ammonium klorid. Və ammonium klorid gördüyümüz kimi nədən təşkil olunub? Ammonium iyonlarından və xlor mənfi iyonlarından. Ammonium iyonu ammoniakın koniqa turşusudur. Xlor mənfi iyon isə xlor turşusunun koniqa əsasıdır. Və zəif əsasın koniqa turşusu güclü turşudur. Güclü turşunun koniqa əsası zəif əsasdır. Deməli, bu da mühit nə olacaq? Tuş mühit. Tuş mühit olduğunda pH 7-dən kiçik olacaq.
16-cı sualda isə suyun faz diaqramlarını yazanda biz bu şəkildə yaza bilərik. Bura olacaq bərk, mayi, qaz. Üçlü nöqtə tarazı halında olur və burada sərbəst enerji deməli hamısı bir-birinə bərabər olacaq. Yəni burada artıq tarazı halındadır. 17-ci sualda isə delta U bərabərdir. Deməli N, C, V vurulsun. Delta T üstünə görə yazacağıq. Delta U bərabərdir. N vurulsun. 2-də 3 R verib. Vurulsun delta T. Delta T'yi də hardan tapacağıq? Deməli P, V bərabərdir. N, E, T üstünə görə. Yəni N, E, delta T üstünə görə. Delta T bərabərdir. P delta V bölünsün N, R. Yəni N-R də deyə bilərik. N-ünü burada N ilə ifadə edir. N yazaq. N-R bərabərdir. Təzyiqimiz 196 kilopascal vurulsun. Delta T'miz 5-dir. Bölünsün. N vurulsun R-ə. Deməli 196-nı vuracağıq 5-ə. Böyüdür 980. Yəni burada bərabər olacaq. 980 bölünsün N-R-ə. Və biz bu 980 bölsün N-ri gətirib burada yuxarıda üstüdə yeni yazacağıq. Delta T'ni yeni yazacağıq. Deməli delta U bərabər olacaq. N vurulsun 2-də 3 R vurulsun 980 bölünsün N-R. R'lər və N'lər qısa gedəcək. 983-ə vurub böləcək 2-yə. Bu da bizə verəcək 1470. Yəni B variantı olacaq. 18-ci sualda isə bu gördüyümüz deməli aromatik siyonu birləşmələrdir. Biz bunu 3 qat rabitəni qırmaq üçün bizə çox güclü bir oksidaşdırıcı lazımdır. Deməli litium alümin H4 çox güclü reduksiyicidir. Yəni belə deyək də aldehid qrupunu spirtə çevirmək üçün, yəni birli spirtə çevirmək üçün istifadə olunur. Bu yəni reduksiyicici qruplardır. H-klorod isə yəni çox güclü oksidaşdırıcı olmadığına görə bu 3 qat rabitəni qıra bilmir. Bor fluorid 3, yəni bor trifluorid və etil efiri. Yəni belə yazılır. Bor fluor 3, O, C2H5. Deməli burada O etilin 2 olmalıdır əslində. Bu şəkildə olacaq. C2H5. Bu da güclü, belə deyək də, bir katalizatordur. Əslində bu spirtlərin alınmasına istifadə olunur. Yəni, məsələn, biz deyirik, aldehidlər spirtə reduksiya olunur. Bu da yəni, oksidaşdırıcı bir katalizatordur. Amma C variantı ən güclü oksidaşdırıcı olduğuna görə dibal nədir? Diizobutil alüminium hidrid deməkdir. CH3, C, CH3, CH3, alüminium hidrid və C, CH3, CH3, CH3. Çox güclü bir deməli, oksidaşdırıcı qrupdur və bunun təsir nəticəsində əmələ gəlir aldehid. Aralıq məhsul olaraq isə deməli iminlər əmələ gəlir. Ancaq sonradan o da suyun iştirakı ilə tuş mühitdə təzədən çevrilir aldehidlərə. Deməli C variantı uyğun olacaq. 19-cu sualda isə əgər təzyiq 20 torsa biz bura kalsium karbonat əlavə eləsək, tarazı dəyişməyəcək. Yəni təzyiq yenə də 20 tor olaraq qalacaqdır. Yəni bərk maddə tarazığa təsir göstərmir. Ən yuxarı ikinci iyonlaşma enerjisi. Ümumiyyətlə iyonlaşmayı tapmaq üçün biz burada Slater qaydasını tətbiq edəcəyik. Məsələn, bunların hər birinin sıra nömrəsini yazaq, hesablayaq. Deməli, germanium 32, arsen 33 və növbəti selen 34, selen 34 və brom 35, tellur isə 52 deməkdir. Tellur isə 52. Soldan sağa doğru gedəndə, əslində biz bunların birini tapsaq, digərlərini müqayisə edə bilərik. Məsələn, bunların içərisində soldan sağa gedəndə birlik radius azalsa, iyonlaşma enerjisi artacaqdır.
Tellur isə yuxarıdan aşağı gedəndə azalır. Biz tellurun hesablasaq burada ən güclü brom olacaq. Yəni Slater qaydasını tətbiq eləyərək tapa bilərik. Belə şifahi olaraq da görürük ki, brom ən güclü olacaq. 21-ci sualda isə deməli gördüyümüz kimi reaksiyamız mis müsbətdən mis sıfıra və mis 2 müsbətə gəlməlidir. Burada isə birinci olaraq mis 2 müsbətdən misə və mis 2 müsbətdən mis müsbət iyonuna keçid göstərilibdir. Ona görə biz nə edəcəyik? İlk öncə yazacağıq mis müsbətdən, yəni çıx bir elektron, gəlib mis 2 müsbətə. Və növbətdə isə mis müsbətdən gəlib, deməli, mis müsbətdən yazdıq ki, mis 2 müsbətə və sonra isə mis 2 müsbətdən üstə gələk 2 elektron gəlir mis 0-a. Yəni burada verilənlərə əsasən, yuxarıdakına əsasən yazırıq. Mis müsbətdən mis 2 müsbətə, yəni birində artmalıdır, birində azalmalıdır. Və bizdə elektron saylarını bərabərləşdirmək üçün bunların hər birini 2-yə vuracağıq. Və sonra isə toplayanda mis 2 müsbət x-a gedəcək. Qalacaq burada 2 mis müsbət, üstə gələk 2 elektron, deməli gələcəkdir mis 0-a və mis 2 müsbətin də biri yuxarıda artıq qalmışdır. Bu şəkildə olacaq. Və biz bunun deməli tarazı sabitini tapmaq üçün öncə biz ümumi elektron potensialını tapacağıq. Y bərabərdir katod plus anod bərabərdir. Bizim deməli gördüyümüz kimi bu olacaq anod, bu olacaq katod. Deməli anodda biz əksinə çevirdik. Mis müsbətdən mis 2 müsbətə. Yəni bax bunu biz mənfi 0,15 kimi yazacağıq. Burada isə mis 2 müsbətdən misə olduğu kimi qalacaq. Yəni 0,34. Yəni katodumuz 0,34 üstə gələk mənfi 0,15 bərabər olacaq müsbət 0,29 volta. Deməli Y bərabərdir 0,29-a. Və ümumi düsturumuz Y bərabərdir Y0 minus 0,6 bölünsün N vurulsun loqaritma deməli K-ya, yəni tarazı sabitinə. Daha doğrusu ln K. ln K-ya bərabər olacaq. Daha doğrusu burada loqaritma yazaq. Burada mənfi olduğu kimi qalsın. O zaman nə edəcəyik? Deməli buradan y 0 bərabərdir 0,06 bölünsün n loqaritma k. Buradan y 0-ın yerinə qoyacağıq 0,29 bərabərdir. Burada daha doğrusu 0,19 edir. 0,19 bərabərdir 0,06 bölünsün. N'in qiyməti neçədir? Elektron alış-verişi müsbət 1-dən 0-a, yəni bir elektron alış-verişi burada, bir elektron alış-verişi də burada olubdur. Yəni cəmi 2 elektron alış-verişi olub və loqaritma k. Buradan k-nı tapacağıq. K da buradan təxminən eləyir 2,67 10 üstü 6. Yəni doğru cavab B variantı olacaq 21-ci sualda. Növbəti 22-ci suala baxaq. Deməli 22-ci sualda elektrofil aromatik əvəz olunmanın sürəti induktiv və mezomer effektdən asılıdır. Əgər hansı qrup ki elektron çəkici qrupdur, elektron çəkmə çəkici çoxdursa, deməli o zəiflədəcək, əvəzləməni zəiflədir. Əvəzləməni zəiflədən elektron çəkici ən yüksək qrup karboksil qrupudur. Çünki burada pir abitənin hesabına daha güclü elektron çəkmə qabiliyyəti var. Deməli, ən çox elektron çəkici qrup olduğuna görə ən zəif olacaq karboksil qrupu. Sonra isə elektron mənfi güclü olan flyordur. Yəni, daha çox elektron çəkən flyordur. 3-2 olacaq. Və burada metil qrupu elektron çəkici deyil. Eyni qaydada burada da elektron çəkici qrup, yəni elektron verici qrup daha çoxdur. Ona görə də ən güclü elektron verici qrup burada o CH3 qrupudur. Yəni ən güclü aktivli olan
maddə olacaq 4-cü maddə. Bu maddənin də adı anizol gedir. Deməli, bundan sonra toluol isə elektron verici qrup olduğuna görə ondan sonra aktivi çox olan toluol olacaq və ən aktivi isə anizol olacaq. Çünki burada elektron verici qruplar daha çoxdur. Ona görə 3, 2, 1, 4 A variantı doğru cavab olacaq. Növbəti 23-cü sualda isə biz hansı üstündən istifadə edəcəyik? Deməli, bizdən soruşur 298 Kelvin hidroz reaksiyanın taralı sabitini. Delta deməli ki bərabərdir. Delta G0 plus RT LNK düsturu var. Birinci bu deməli bizdən nəyi soruşur? Entalpiya və entropiya dəyərləri verilmişdir. Taralı sabitini soruşur. Yəni delta G bir də bərabərdir. Delta H minus T delta S düsturundan istifadə edəcəyik. Bu standart şəraitdə olduğuna görə delta G-ləri biz buradan, yəni delta G0-ı islah edəcəyik. Və deməli delta G bərabərdir ET LNK düsturuna görə biz tapacağıq hansının taralı sabiti çoxdur. Öncə delta G bərabər delta H minus T delta S-lərini hər birini tapacağıq. Məsələn yazaq Lactulose bunun üçün hesablayaq. Terhaloz üçün hesablayaq. Və melibioz, sellebioz və arabinoz. Bunların hər biri üçün hesablayaq, tapaq görək. Öncə birinci bu düsturdan istifadə edərək delta G-ni, yəni delta H minus T delta S-i əsasən delta G-ni tapacağıq. Sonra delta G-ni yerinə qoyub RT LNK-dan gətirib biz K-ları tapıb müqayisə edəcəyik. K-ları tapası olsaq, bunun üçün öncə hər birinin delta G-sini tapaq. Burada olacaq deməli 2,2 çıxılsın 298 vurulsun 49. Eyni qayda burada 4,7 çıxılsın 298 vurulsun 57. Burada isə mənfi 0,8 çıxılsın 298 vurulsun 37 və burada mənfi 2,4 çıxılsın 298 vurulsun 34. Burada isə 0,8 çıxılsın 298 vurulsun 42. Və biz görürük ki, delta H-ı burada kilojoul'la verib. Yəni, bunun hər birini kilojoul'a çevirib bunları çıxacağıq. Buradan eləyəcək, deməli, mənfi 12.402. Burada isə eləyəcək mənfi 12.286. Burada isə eləyəcək mənfi 11.826. Burada isə eləyəcək, deməli, mənfi 12.532. Burada isə eləyəcək mənfi 11.716. Deməli, biz bunların delta G-lərinin qiymətini tapdıq. Növbəti mərhələdə isə biz gətirib bu hər birinin qiymətini qoyacağıq burada ET LNK-da tapacağıq LNK-nı. Yəni, LNK bərabərdir. Delta G-ni hər birini böləcəyik ET-yə. Buradan hesablama aparsaq görərik ki, delta G-nin qiyməti birdən soruşur ki, ən böyük olsun. LNK gətirib yerinə qoysaq, ən böyük qiyməti olan deməli sellebiozdur ki, burada mənfi 12.532-dir. Ona görə ən böyük cavabımız olacaq D variantı. Növbəti sual 24-cü sualda isə trihalozun hidrozun 2 qlukoza molekülü bildik ki, C6, H12, O6 alınırsa biz bunu 2-yə vurmalıyıq. Olacaq C12, H24, O12-dir. Biz də bundan aydın məsələdir ki, H2O çıxacağıq. Yəni, həm də həmçinin su deməli alınacaq buradan. C12, H22, O11. C12, H22, O11 yoxdur. Ona görə heç biri olacaq. Bu sualda isə deməli biz nəyə soruşur?
Biz delta 2'nin daha doğrusu elin KP'nin düsturlarını özümüz tapa bilərik. Biz bildik ki delta G 0 bərabərdir. Mənfi RT elin K düsturuna istifadə edəcəyik. Standart entalpiyanın tapılması üçün və eyni qaydada delta G 0 bərabərdir. Delta H, yəni 0 deyil bu, yəni standart deməkdir. Çıxılsın T delta S standart. Biz buradan nə edəcəyik? Bunların hər birini bərabərləşdirdik. Mənfi RT elin K bərabərdir. Delta H standart minus T delta S. Buradan hər birini biz mənfi RT-yə böləcəyik. Olacaq elin K bərabərdir. Mənfi delta H bölünsün R T plus, çünki mənfi mənfiyə burandır, müsbət edəcək. T ilə T gedəcək, qalacaq delta S standart bölünsün R. Buradan da elin K bərabərdir. Mənfi delta H bölünsün R. Vurulsun 1 bölünsün T plus delta S standart bölünsün R-ə. Bizdənsə temperaturun asılı olmadığına görə entalpiya dəyişməsi, daha doğrusu deyir ki, entalpiya və entropiya dəyişməsi temperaturdan asılı deyil. Biz də burada verilən qiymətlərə baxsaq, 50 minus 1000 bölünsün T bizə nəyi verib? 1 bölünsün T'miz burada T'nin yerinə 1000'dir. Yəni bu 1000 sanki 1 bölünsün T'nin yerindədir. Demək ki, mənfi delta H bölünsün R bərabərdir. Mənfi 1000'ə bərabərdir. Çünki 50 burada delta S bölünsün R. Yəni bu 50 budur. 50. Yəni bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə nə edəcəyik? Buradan yazacağıq delta H bərabərdir. 1000 vurulsun R-ə. Yəni R-in də qiyməti 8,314'dür. 8,314'ə vuranda delta H-ımız bərabər olacaq 8314. Yəni D variantı uyğun gələcək. Növbəti 26-cı sualda isə biz buna baxırıq ki, deməli 4 dənə ayrı-ayrılıqda bizə birinci, ikinci, üçüncü, dördüncü belə bərabər qatılıq, bərabər həcmli 4 H2O2 molekülü məhlulu hazırlanır. Deməli biz burada nə edəcəyik? Baxacağıq ki, burada azalma necə olubdur. Yəni azalma istiqaməti verilən maddənin belə deyək də məhlulun dərəcəsi neçə oldu? Neçə dərəcədən azalıb onu tapacağıq. Deməli birinci olaraq 23,4 yəni 23,4 milli 0,1 molyar qatılıqlı. Hər biri 0,1 molyar qatılıqdır. 0,1 molyar qatılıq. Eyni qayda 0,1 molyar qatılıq. Və sonra deyik ki, reaksiya başına 10 və 15 saniyə sonra deməli burada 0-cı saniyədir. 0-cı saniyə. 0 saniyə. Burada deməli 10 saniyə sonra, 15 saniyə sonra və burada isə 25 saniyə sonra olubdur. Deməli burada nə qədər olubdur bizə? 15,4 milli, 12,5 milli və buranı bilmirik. Azalmaya fikir versək 8 millilitr azalma. Burada isə deməli 2,9 milli azalma var. Yəni biz görürük ki, azalma burada 23,4'dən 15,4'ə düşübdür. Sonra isə 15,4'dən 12,5'ə düşəcək. Yəni azalmanın biz qrafikini təxmini olaraq müəyyən edəcəyik ki, yəni bu neçənci dərəcədən azalma olacaq. Biz buradan görürük ki, bu birinci dərəcədən reaksiyanın sürətləniyinə oxşuyur. Yəni birinci dərəcədən reaksiyanın sürətlənliyi odur ki, elin başlanğıc qatılığı, daha doğrusu elin son qatılığı tapmaq üçün elin başlanğıc qatılıqdan çıxırıq KT-ni. Və biz burada xətti azalma görmürük. Yəni əgər 0 dərəcədən olsaydı, qatılıq başlanğıc qatılığından asılı olaraq, yəni həcm xətti olaraq azalmalı idi. Ona görə biz buradan nəyi tapmalıyıq? İlk öncə olaraq K-nı tapmalıyıq. K bərabərdir. Deməli, bərabərdir. Elin, yəni AT olanda bu da artıq V yerinə qoyacağıq.
Elin deməli, məsələn biz 15,4 ilə 20,4-ü və yaxud da ki 12,5 ilə 15,4 hər hansı biri müqayisə edə bilərik. Yəni elin A0 çıxılsın, elin AT bölünsün delta T-yə, yəni zaman fərqinə. Elin məsələn 12,5 götürək. Elin 12,5 çıxılsın, elin 15,4 bölünsün, neçə saniyə keçibdir? 5 saniyə. Buradan da təxminən k-nı tapacağıq 0,0417. Yəni mənfi olacaq. Mənfi demək ki, sürət azalan istiqamətindədir. Yəni birinci dərəcədən azalır. Təzədən bunu gətirib biz 25 dərəcədə yerinə qoyacağıq. Yəni yazacağıq ki, elin 25-i tapaq görək nə qədərdir? A 25 bərabər olacaq elin A 15. Bildiyimiz kimi minus KT-dir, amma K mənfi olduğuna görə plus K vurulsun delta T. Deməli elin 25-i biz nə qədər 25-i bilmirik. Yəni 25-i tapacağıq. Buradan yazacağıq elin A 25 saniyə bərabərdir. Elin 12,5 plus 0,0417 vurulsun. Delta T'miz isə deməli 25 ilə 15 arasında 10 saniyə. Deməli burada olacaq elin 12,5 çıxılsın. Bu da təxminən bizə verəcək deməli 2,104 verəcək. Yəni bizə elin neçə eləməlidir ki 2,104 eləsin. Yazarıq ki, məsələn yoxlasaq elin 9,4 2,240 eləyir. Bu deyil. Və növbəti elin 21,3 3,8 eləyir. Elin 8,2 aha bəli. Deməli 8,2 ödəndi və elin 5,6 az elədi. Daha doğrusu çox elədi. 1,712 və elin 4,3 1,458 elədi. Deməli bu bizim doğru cavabımız C variantı olacaq. Növbəti sualda isə biz bunu bu şəkildə yazacağıq. Buna aid bir neçə sual deməli əvvəlkilərdə düşmüşdür. Deməli mənfi 5 dərəcədən öncə qalxır, əriyir və müəyyən müddətdən sonra gəlir 20 dərəcədə bu dayanır. 20 dərəcə Celsius. Bura olacaq 20. Bura 0 dərəcədir. Yəni burada nə olacaq? Ərimə olacaq. Ərimə. Aha. Deməli biz nə edəcəyik? Bunların hər birinin entropiya dəyişməsini tapmaq üçün entropiya delta S bərabərdir n vurulsun C elin deməli T2 bölünsün T1 düsturundan istifadə edəcək, amma Kelvinlə. Hər biri də burada, istər burada, istər də bu düsturdan istifadə edə biləcəyik. Və burada isə artıq bizə hazır şəkildə delta H verib. Yəni delta S bərabərdir delta H bölünsün temperatura. T-yə böləcəyik. Yəni T-miz neçədir? Buradan bərabər olacaq 6008-i böləcəyik. 6008 bölünsün 0 dərəcə Celsius, yəni 273. Deməli 6008-i böləcəyik 273 Kelvinə. Bu bizə verəcək 22. Burada verəcək 22. Digərlərini tapası olsaq, deməli bərabər olacaq 22 deməli tapdığımız bu 22 18 qram buzun əriməsi isə biz 1000 qram tapacağıq. 1000 qram olacaq X. Deməli 22-ni vuracağıq 1000-ə. Deməli 22.000 bölünsün 18. Eləyəcək 1222. Deməli 1222 eləyəcək burada. Təkcə ərimə. Digərlərini tapsaq, bu düstura yerinə qoyacağıq. Yazacağıq ki, delta S bərabərdir. Birinci mənfi 5-ə görə tapsaq, 1000 bölünsün deməli 18 vurulsun
-5 dərəcədə neçə idi? Buzunki 34,7, yəni C-nin qiyməti 34,7 vurulsun L-in son 298 Kelvin bölünsün 273-ə. Buradan da bərabərdir. Təxminən 169. Və növbəti suya görə tapacağıq. Deməli, suya görə tapanda delta S bərabərdir. Yenə 1000 qram buz 1000 qram suya çevriləcək. Yəni 18. Sadəcə suyun xüsusi yutumu 75,3 vurulsun L-in 293 bölünsün 273. Burada daha doğrusu 273 bölünsün 268'dir. Əvvəl buzla təzədən hesablayaq. 200 deməli 73 bölünsün 268. 35 eləyəcək deməli 35. Yəni burada səhvlik olubdur. 18'ə böldük. Bu eləyəcək 35, yəni təxminən 36, 35,6. Bərabər olacaq. Deməli təxminən 296. Yəni burada əsas diqqəti hesablamalarla yönəltmək lazımdır. Sonra isə hər üçün toplayacağıq. 296 üstə gələk 36 üstə gələk 1222. Bu da eləyəcək 1553. Yəni hər birini toplasaq deməli 36, 296 və 1222. Yəni birinci buzun qızması, buzun əriməsi, sonra suya çevrilməsinin hər birini toplasaq 1553 eləyəcək. Yəni A variantda cavabımız olacaq. Növbəti sualda isə 100 dərəcədə qaynayırsa, deməli bunun ümumi təzyiqi 760 mm atmosfer təzyiqinə bərabər olmalıdır. Biz bunların hər birini deyək ki, məsələn bunun x olacaq mol payı. Bu da 1 minus x olacaq. Bunların hər birini x vurulsun 1350 üstə gələk 1 minus x vurulsun 556. Buradan hər birini tapsaq 760 bərabərdir 1350x plus 556 minus 556x-ə və nəhayət 1350-dən çıxacaq 556-nı. Deməli eləyəcək 760 bərabərdir 794x üstə gəlib 556 və 760-dan çıxacaq 556-nı. Yəni 204 bərabərdir 794x-ə. 204-ü də biz böləcəyik 794-ə. Bu da x eləyəcək 0,257. Yəni D variantı doğru cavab olacaq. Bizdən nəyə soruşurdu? Elə benzol soruşurdu. Növbəti 29 sualda isə biz 2 dənə tuşu gördük. Yəni bunların y bərabərdir. Məsələn y0 minus 0,06 bölünsün n loqaritma. Deməli H müsbət iyonlarını böləcəyik digər H müsbət iyonlarının sayına. Yəni burada birinci yazdığımız aniondur. Anion, bu da isə kation. Və ilk öncə biz anodun H müsbət iyonlarının qatını tapacağıq. Sonra isə katodda H müsbət iyonlarının qatını tapıb böləcəyik onları bir-birinə. Bunun üçün nə edəcəyik? Aktiv turşu, yəni Ka-sı böyük olan turşu bu olacaq. Deməli bizim olacaq bu katodumuz. Daha zəif turşusu olacaq anodumuz. Ona görə kök altında bunların hər birinin H müsbət iyonlarının sayını tapsaq Ka vurulsun Ca düsturundan istifadə edəcəyik. Yəni çox zəif turşu olmadığına görə suyu nəzərə almayacağıq. Bərabər olacaq 1,75 10 üstü -5 vurulsun 1 bərabərdir. Deməli buradan eləyəcək 0,013 daha doğrusu 75 1,75 10 üstü -4 -5 0,004 0,004 təxminən bu eləyəcək.
Digərində isə H müsbət iyonlarının qatını tapsaq, yenə Ka vurulsun Ca üstündən istifadə edəcəyik. 1 tam %77, 10 üstü -4 vurulsun 1. Buradan çıxacaq 0,013. Tam 0,13. Sonra isə aparıb yerinə qoyacağıq. Yazacağıq ki, y 0 bərabərdir. 0,06 bölünsün. Burada hər birinin bir H müsbət ionu adına görə H müsbət iyonlarının bir elektron sərfiyyatı olubdur. Vurulsun loqaritma. Deməli 0 tam katod hansına demişdik? Katod oldu. Anod daha doğrusu 1,75. Yəni 0,004 bölünsün 0,013. Bu da təxminən eləcək 0,030. Yəni doğru cavab olacaq B variantı. Növbəti stereoizomerlərin sayı isə 2/n-dir. N burada asimetrik karbon atomlarının sayıdır. Deməli, asimetrik karbon atomlarının sayını nömrələsək 1, 2, 3, 4, 5, burada 6, 7, 8, 9, 10. Yəni 2/10 eləyəcək. 2/10'umuz eləyir 1024. Yəni D variantı olacaq doğru cavabımız.